Elə bu Xəzərdən mi axtarırsınız yoxsa təsadüfən? Yox, bizim realım işimiz maşın almaq. Ona görə də bu maşınlarda Xəzər maşınları. Razılaşma yeri var. Görək də indi siz gedəndən sonra bəlkə qardaşım sözümü söyləyir. Hansı rayondan gəlmisiniz? Tərtər rayonunun Nərmaniyə kəndidir. Xoş gəlibsiz. Uğurlar arzu eləyirəm hər birinizə. Allah xeyir versin sizə. Sağ ol. Qardaşımız da maşını dedi. Qiyməti neçə dedik qardaş? Mən qiyməti 9200-ə dedim, daya dedim da, sonu yəni 9000-dir. 9000. Yəni 8500 maşın- istəyən olsa verməyək, 8500. 8-5 yox, bir 200 manat, 300 manat oradan keçərəm, yəni hörmət edirəm. Ancaq belə deyim də, düzdür. Belə maşınlardan 7000-ə də var. Eləsi var ki, 7000. Maşından asılıdır Ancaq da. maşının salamat söhbəti var, hə. Mən özüm alanda yəni bir ay axtarıb zorla tapmışam. Yəni hər tərəfli də, yəni motor cəhəti olsun, lap xadavay olsun, maşın özü olsun. Yəni maşın salamat maşın deyə o qiymətə təklif olunur. Maşınımız da Goranboy rayonundadır. Bəli, Goranboy rayonunda. Əlaqə nömrəsində deyin. 070 690 2022. Uğurlar bir daha qardaş. Çox sağ olun. Siz Allah də sağ razı olun. olsun. Dəyərli izləyicilər, hər birinizi bir daha xoş gördük Bərdə Maşın Bazarından videomuzun ikinci hissəsi. Bu maşını alan adama 2 dənə yonca piresi də alındı. Qardaş, Allah bazar versin. Çox sağ olun, çox sağ olun. 011. Bəli, bəli, 011. Buyurun, məlumat verin. Bilək necə maşındır? 011-imizin ili 81-dir. 213 motordur, Niva motoru. 5 korobkadır, difirdə səs yox. Sürüyü yox, çarığı yox. Opel sideniyaları, pult sistemi. Belə daha normal maşındır. Motoru yağ yemir, altın 4 təzə təkəri. Nə vaxtdan sizinkidir? 6 ildir məndədir. Yəqin ki, öz adınıza formutdur, eləmi? Bəli, bəli. Mühərriki siz mi dəyişdiniz? Valla yox, mən belə almışam, elə alandan sonra yığdırmışam. Hə, həmən mühərriki yığdırdınız. Bəli, bəli, həmən mühərriki yığdırmışam, bəli. Sənəddə qeyd olunub. Bəli, bəli, bəli. Mühərrikin vəziyyəti necədir indi? Super. Yağ azaltmadı, Xeyr, səsdir. xeyr, xeyr. Benzin sərfiyyatında fərqi varmı? Valla biraz elə bir ki, qoğanda biraz görürsən ki, Çox çox, işlədir, eləmi? bəli. Biraz. Korobkanı da mı dəyişmisiniz? Bəli, bəli, dəyişmiş. O nədir? Korobka 5-dir. 5 skorus. 5 skor. Atma, səs yox, yoxdur. yox, heç bir şey yoxdur. Diferə səs salmır ki. Xeyr, xeyr. Diferi yaxşı. Bəli, bəli. Altı necədir polo? 6 da yaxşıdır. Çürük Yoxdur, pas. yox, hamısı çıxıbdır. Çürük pası hamısı çıxıbdır. Tanqrat yerləri salamatdır. Hamısı üstündədir, bəli, probkasına kimi. Nə gözəl. Öndə vəziyyət necədir Peredokda? Peredoku yığdırmışam. Hardasa bir 3 ay olar yığdırmışam peredoku. Yaxşıdır, normaldır. Səs-küyü yoxdur. Səs-küyü yoxdur. Quruntovkada səsi yoxdur. Təkərlərdəki yaxşıdır. Təkərlər də təzədir. Bəli. Maşınımızın detallarından nə qalıbdı? 81-dir də dedik. Bəli, bəli, 81-dir. Vallahi indi 45 yaş. Başım çıxmır. Mən bildiyimə görə yəni dəyişilib dedim. Dəyişilməmiş olmaz axı. Ümumiyyətlə belə şübhələnmirsiniz də hansılarda? Yox, yox, yəni bir o qədər başım çıxmır. Təbii ki, dəyişilmiş olar. 81 45 Bəli, ildir. bəli. 45 ilə dəyişilmiş olar. Dəyişilmiş olar. kosmetik işi yoxdur ki hazırda. Yox. Yox, belə Ön yox. aynanın kənarlarında nəsə zədələr görürəm. Nədir? Ön ayna dəyişildimi yoxsa? Bunları Alan dəyişirsiniz. şüşəsi, bəli. Bu rezini dəyişəndə Yox, usta bu hissələrində bax görürsünüz. usta səhlankarlığı. Hə, eləmi? Usta səhlankarlığı. Ön alın şüşəsində də bir yerində çıtdaq görürəm. Daş dəyibdi. Hə, şitin üstündə də çatlar var. Bol alt şiti qoyulubdu. Bəli, bəli, bəli. Yan aynalarda da kant da yoxdur da. Bunlar da 07-dir. əslində burada hə 07 ilə şüşələr. qoyulubdu. Bəli, 07 şüşələr. Əllə qalxırlar, eləmi? Bəli, bəli. İçərisi necə? Salon normaldır. Qardaş da istəyir maşınımızı. Qardaşa bir cavab ver görək. Qardaşım 3.7-yə deyirəm. Hə, oturacaqları dedik yaxşıdır. Opel sideniyalardır, bəli. Aha, dəyişilib. Opel Aparatura səs sistemi yoxdur deyəsən. Yox, hamısı mən elə bilir. ümumiyyətcə maqnitofon Manualdan kanalı deyil. yox, mənlik deyil. Qiymət neçə dedik? Qiymət 3.7 deyirəm. Endirim nə qədər eləyək? Real alıcı olsa, yəni 500 manat razılaşır. endirim eləmək, Yox. 3-2-yə verək. Yox, O qiyməti verməyəcəyik. yox. Görmək istəyən hara gəlsin? Qəbəliyə. Əlaqə nömrəsini deyin. 050 999 46 40. Allah xeyir versin. Çox sağ olun, çox var olun, minnətdaram. Siz də Təşəkkür. sağ olun. Sağ olun. Xeyirli olsun qardaş. Çox sağ ol qardaş, çox sağ ol. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır. BZT aldı qardaş, zavoddur, oluna kimi öz zavoddan gələndir. Motorla 6, karofka 4, İli neçədir? 98. Siz nə vaxtdan işlədirsiniz? Bir 2 ay olar almışıq.
Nəsə alandan sonra xərciniz oldu mu? Yox, elə xərcimiz olmur, yüngülvari şeylər. Elə bu vəziyyətdə Ha, elə almısınız vəziyyətdə. maşınınızı. Sənədləri necə? Sənədlər də qaydasındadır hər şey. Etibarnamə ilə işlədirsiniz? Yox, daha verin üstü. Hədə etibarnamə. Bəli, bəli. Texniki baxışı, sığortası Hamısı varmı? yerindədir. Maşınımızın mühərrikin 16. Bəli, bəli. Motorda vəziyyət necədir? Əla. Bir dənə yüngülvari diferensiyası var. Motorun yağ azaltması yoxdur. Xeyr, xeyr, heç bir şey. Korobkada atma yoxdur. Xeyr, xeyr. 4'lü korobkası. Bəli, bəli. Öz Zavaskoy qarabağ. Daim olurmu diferdə səs? Çox da belə uğuldamır, amma yüngül var da, yəni. Yox, Bəli. hansısa bir sürətdədirmi demək istəyirəm. Bəli, bəli. Altında vəziyyət necədir? Super. Çürük, pas. Xeyr, xeyr. söhbət Olmayıb edirəm. yoxsa olanlar çıxıb? Yox, olmayıb. Danqırat yerləri salamat. Salamat. Öndə vəziyyət necədir? Peredokda. Əla, yaxşı. Daş kəsəkli yolda səs yoxdur ki. Xeyr, xeyr, heç bir şey. Təkərlər təzədir deyəsən. Təkərlər təzədir, bəli. Dəyişilən deyirsiz yoxdur. Xeyr, bez detaldır qardaş. Kraska tam vurulub amma. Bəli, çöldən kraskalanıb. Çünki 92-ci il maşındır da. Kosmetik işləri yoxdur ki. Yox. Şüşələr necədir? Ön alın şüşəsində 2 dənə çırtdaq görürəm. O birləri salamatdırmı? Ha, zavod öz şüşəsidir. Yan aynalar əllə mi qalxır, yoxsa düymədir? Yox, əllə qalxır. Şitin üstündə də çuxol var. Bəli, Bilmirəm də altında nə tərdir vəziyyət. Yüngülvari bir dənə çat var şitdə yəni. Hə. Çuxol da amma qəşəng Hə, çuxoldur. çuxol da ha. Qoymuş. Oturacaqlar yaxşıdırmı? Bəli, bəli. Öz zavod, hər şey öz zavod. Sükan da zavod Bəli, üstü bəli, sükanlardan. öz rolu. Aparatura filan nəsə yoxdur. Yox, aparatura yox, zəif. Qiyməti neçədir? 6000 deyilik qardaş, razılaşmaq olar. 6000. Təklif 5-5-dirsə, nə deyək? Yox. O qiymətə verməyəcək. Real alıcı ilə razılaşa bilərik. Hara gəlsinlər? Ağdama. Əlaqə nömrəsini deyin. 050 503 04 53. Allah xeyir versin. Çox sağ ol qardaş. Siz də sağ olun. Qardaşlar, xoş gördük sizi Bərdə maşın bazarında. Çox sağ olun. Maşınımız 114 gedir də, eləmi? 014 deyirik. 014, bəli. Hə, buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Maşınımız yəni hal-hazırda göz qabağındadır. Yəni dolu maşındır, cavan stilin maşındır. Yəni Bepsmansın vəziyyəti aldı. Yəni vuruğu zadı olmuyor. İli neçədir maşın? İli 2012-dir. Sizdə nə vaxtdandır? Bizdə harca bir 2 ildir bizdədir. Aformut olunub yoxsa etibarnamədir? Yox, etibarnamədir. Yəni 1 illik kim alsa 1 illik tabeliniz veriləcək. Alandan sonra xərcləriniz nə oldu? Xərclədiyimiz yəni 12 minə gəlib durub 014 bizə. Nəsə düzəltdirmisinizmi siz alandan sonra? Bəli, hə. Məsəl üçün belə deyək də qranatlarını dəyişdirmişik, təkər qoymuşuq, 5 şumka elətdirmişik, aparatura sistemi yığdırmışıq. Yəni işıqlarına kimi yəni güclüdür. Yəni hər bir şey qaydasındadır da maşının. Nə qədər sürüldüyü bilinir maşınımızın? Maşınımızın yəni hal-hazırda bilinmir. Yəni bir dəqiqə baxaq da. Qardaş baxır maşının probektini. 266 min. 266 min. Mühərrik bilmirsiniz, açılıb, yığılıb. Yox, açılıb yığılmayıb. Yəni Zavasko öz mühərrik. Yağ azaltması, Yox, səsi. yoxdur, qəti. Səsi, küy, heç nəyi yox. Korobkası necə? Korobkası 5-dir, yəni super. Atması, səsi yoxdur. Xeyr. Hamısı qaydasında. Ön çəkən maşındır. Qranatlar. Qranatlar superdir, tez dəyişdirmişik hamısını. Ümumilikdə peredokda səs yoxdur. Yoxdur. Hamısı superdir. Ekran necədir? Ekran çiçək kimidir. Yəni bezetal maşındır, zavoddur maşın. Təkərlər yaxşıdır. Super, hamı təkərlər zadlar. Altında zədə yoxdur, polunda. Xeyr. Çiçək kimi çürük, çarıqdan söhbət gedə bilməz. Deyirsiniz dəyişilən yoxdur. Xeyr, yoxdur. Kraska necə? Kraska da ki göz qabağındadır. Yəni bandan aşağı kraskalanıb, amma bandan vurulmayıb da yəni. Yəni kəpəyi vurulub da kraska. Kosmetik işi yoxdur. Yoxdur. Hal-hazırda kosmetik işi yoxdur. Şüşələr yaxşıdırmı? Qırıq-çat yoxdur aynalarında. Heç birində qırığı, çatı heç Önlər bir şey düymə ilə qalxır? Bəli, hamısı podyomnikdir, bəli. Dördü də yoxsa ancaq Yox, onunla? bir dənə qabaqlar qalxır, arxalar üstü ilə. Şiti də təmizdir. Təmizdir, hə, hər şey. Oturacaqlar yaxşıdırmı? Oturacaqlar təzə yığılıb. Yəni 12 minə deyirəm, gəlib durub yəni bizə. Aparatura sistemi necə? Super, hamısı qaydasındadır. 6 kolonka, 1 litri pioner monitorlu. Qiyməti nədir? Qiyməti 8 yarıma deyirik, alan olsa endirim olar. 8000-dir son fikir, yoxsa 8-dən də biraz aşağı düşmək olar? Yox, 8 yarıma deyirik, yəni 8 yarımdan azca endirim olar da. 8-ə də verməyək. Yox, 8 8300 deyir qardaşım. Bəli. Hansı rayondasınız? Göyçay. Əlaqə nömrəsini deyin. 051 051 358 21 21. 358 20 21 051-dən. Allah xeyir versin. Çox qardaş. sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun qardaş. 099. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır maşınımız? İli 97-dir. Siz nə vaxtdan işlədirsiniz?
5 ildir məndədir maşın. Motordur, karovkadır, ürəyin istəyən. Yəqin Karovka Kaformut deyiləm sənədir. birbaşa öz adımadır. 5 ildir maşın özümdədir. Texniki baxışı, sığortası. Texniki baxışı 8-9-cu aylarda olmalıdır. Motordur, karovkadır, ideal. Karovka şüplu, xırtıltı yoxdur. İçi başı dolu maşındır. Motorun vəziyyəti necədir? Motorda yağ yemə, yağ azaltma belə problemi yoxdur. Nə vaxt yığdırmısınız deyirsiniz motoru? Motora hadisə 9 ay, 10 ay olar yığdırdığım. Karovkada da deyirsiniz problem Karovkada yox. da problem yoxdur. İçi başlı dolu maşındır, aparaturadır, stuteldir, 50-50 maqnitofondur. İçində çəkə bilərsiniz, baxa bilərsiniz. Gəlib Bahalıdırmı yəni o aparatura? aparatura sisteminə elə 750 manat pul vermişəm. Ay maşallah. Maşınımızın önündə vəziyyət necədir? Peredokunda. Peridoku ürəyin istəyən kimi. Sıxıltı, xırtıltı, heç nə yox. Daş kəsəkli yolda səs eləmir ki. Qranatları falan. Qranatları da səs eləmir. Veddoşun maşında, Veddoşun maşın qruntavodu istərsəməz səs eləyir. Ekran necə? Ekran ürəyin istəyən. İş olubdumu? İşi zadı olmuyordur. Svarkası zadı heç bir şey yoxdur. Təkərlər yaxşı deyil ha? Təkərləri normaldır, tam ideal deyil. Ha yox, yeyilibdilər. Arxa təkərlər lap çox yeyilib. Təkər yeyilər də. Təbii ki. Dəyişməsən İnsanı yeyilib. ömürdən gedir, bilmirsən nə vaxt öləsən, nə vaxt Düz qalarsan. sözdür. Altı Təkər- necədir? Polo. Polunda çürüyü, sarığı, heç nə yoxdur. Maşınımızın dəyişənləri. Qapı, Maşın krel, dəyişəni kapot. 97 maşınıdır. Mən 2001-əm. Məndən böyük maşındır. Mənim orqanımın biri dəyişilibdir. Maşına dəyişilməsin. Nə deyək, indi elə sol deyir, yox dəyişilməyibdir. Bilmirsiniz amma. Dəyişilməyən olsa, yəni qiymətə baxır da. İndi mən bu qiyməti elə deyirəm ki, yəni dəyişəni var ki, qiymət deyirəm. Kosmetik işləri var. Kosmetik işlər bir də zubor kraskalanıbdır. Yox, hazırda. Hazırda Öndə bir, nəsə hazırda zədə bir dənə gördük. var burasıdır. Kapotun qarşısında. Bəli, bəli, kapotun Vurğun mu var idi? Maşının arkasına vurmuşam. Can sağ Arkasından olsun. xoşum gəlmədi, dedim bir dənə dəyim görmə göstərir. Əsas odur, can sağ olsun. Əlbəttə ki, Maşınımızın aynaları necə? Qırıq çat yoxdur? qırıq çatı heç bir şey yoxdur. Ha, şitdəki çikol çəkilib, yoxsa nə də öyle? Şitdə normaldır. Maşınımızın ilinə görə pis deyil. Oturacaqlar da pis deyil. Sideniyaları Opel sideniyalardır, Pidelka Ha, olunubdur. dəyişik. Zövqə görə yığılıbdır, patolog qara yığılıbdır, zövqə görə hamısı. Qiymət neçədir? Qiymət 3500 deyirəm. Real alıcı olsa gəlib danışıb razılaşa bilərik. 3000-ə istəyən olsa verəkmi? 3000-ə istəyən olsa xeyr verməyək. Çünki bazarda alverçilər 3200, 3000 pul sayıqlar yəni verməmişəm. Bəs nə qədər endirim eləyək ki, bunu aparsınlar? Nə bilim 2-2-yə, 2-3-ə belə bir şey də yəni o gəlsin yanında realda danışaq görək. 3-2 demək istəyirsən, o 2-2 nə idi? Yəni o qiymətə görə də yəni 3-2 demişəm, bu da sən nətər yəni görmüşəm danışıq xoşuma gəlməyib demişəm ki, yox, satmıram. Hə, adamından asılı. Bəli, bəli. Danışıq da çox Hara gəlsinlər? Hansı rayondasınız? Mingəçevir rayonu. Mingəçevir Rayon şəhərində. yox, Mingəçevir şəhəri. Əlaqə nömrəsini deyin, əlaqə nömrəsi. 099 891 0706. Allah xeyir versin. Çox sağ olun, minnətdaram. Siz də sağ olun qardaş. Qardaş Allah xeyir versin. Çox sağ ol, ürək, çox sağ ol qadınam. Yenə maşın satırsa? Hə, yenə bir dənə 06 gətirmişəm Rusiyadan. Hə, nə gözəl. Rusiya istehsalıdır. Bəli, bəli, təmiz Rusiya. Hə, yaxşı deyir. İl neçədir? Sergey Anatoliy bunu yığıbdı. Sırf nədəsinə yığmışdı. Prosta xoşuma gəldi, özüm gətirdim. İli 89. 89. Prosta 89 2013. Bildiyin 13. Ha, oturursan yeyirləyir adam maşın. Nə danış? Pah. Nömrəsi də deməli 89 089. Nömrə ilə il uyğun gəlir bir-birinə. Bəli, 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 2013-dür. Ha, nə gözəl. Məlumat verin. Motorundan da danışaq. Motor əla vəziyyətdədir. Motor elə bir ki 111 var, 2-3 kompressor. Elə bir motordur. 06-dır. O da içini Niva ilə yığmışam, özüm yığmışam. Qaz versən maşın kişniyir. Da bu benzinlə işləyir. Yox, benzinlə yox. Bu qazlı banaqa var, qazlı banaqa ilə benzinin qarışığını. Elə bir şeydir bu. Yeni texnologiya. 2 manatlıq banaqa tökürsən, 2 manatlıq da benzin. Qəşəng. Maşın nətər gəlirsə qaz verəndə. Onda elə bir vurmağa gedəndə da yoldaş lazımdır. Yox, Elə maşınla lazımdır. get. Özü arada indi əmim oğludur, dayım o da arada ona şey tökür, tutalağı var. Baxır, maşın sənlə ağarır. De deyirəm yoldaşa zada ehtiyac deyil. Yox, Maşınla yox, yox. yoldaşlıq eləsən bəs. Polnu. Nə gözəl, nə gözəl. Karovkada vəziyyət necədir? Karovka əla vəziyyətdədir. 5-lik qaqam 4-dür, 4-dür, 4. Dörd karovka. 1 2 3 4. Atma səs yoxdur ki. Yox, əla vəziyyətdədir. Difer necə? Diveri ulamır. Yox, qabaq mama elədin yox. Da o söhbətlər bağlamış. Yox, o söhbətdən Hə, nə başlamalı. gözəl. Həyatın bir anı. 6 polo.
Polu əla, əla. Çürüyü, pası. Yo, heç nə, heç nə. Çıxıb da yəqin olanlar. Evim mənə patrok vursan, altına bax elə işləmişəm özüm. Patrok zat vurmuşam, hamısı əla bir vəziyyətdə. Lamborghini alçıpandır. Arçpan. Qəşəng. Danqrat yerləri var mı? Danqrat yerləri baba əla. Baba, hamısı qaydasında. Çürüyü, pası 4 yoxdur dənə ki. çeli təkər altında. Ha, təkərlərini düz deyirsən bax. Peradokun səs-küyü. Peradokda heç bir problem yoxdur. Qəşəng. Razvalza dolunub deyirsən. Qəşəng. Razval donubdur, təkərli saxsı olma, hamısını eləmişəm. Hamısı əla vəziyyətdədir. Salonuna bax, bir dənə bu salonuna bax. 89-dan qoy görə nə qalıbdı? Bunun Detallar içində mənim. söyüş söymürlər maşını. Maşının içində söyüş Söysünlər olmuyor. ki, söyüş yaxşı şey deyil. Buna bax bir dənə, bax. Bir dənə mən belə çək. Görürsən bax. Sideriya polunda da əsr cavan maşın, əsr cavan. Genər sür. Özün maşın sürə bilirsən. Polnu. Qəşəng. Yevlaq, Bakı, Gəncə. Aha. Renar istəyir. Xaltur eləyə bilərsən. Bəli, manatdan. Qalanların deyək də, dəyişilən deməyək. Zavod. 89-dan yəni Zavod. dəyişilən yox. Yox, 89-dur, zavoddur. Kosmetik işləri varmı? Kosmetik işlər olubdu, oradan buradan olubdu. Şüşələr yaxşıdır, qırıq-çat yoxdur şüşələrin. Heç bir patresə bax bir dənə. Hə, təmiz. Televiziyanın ekranında göstərir. Bu da elə. Hə, indi boz bulanlıq göstərir. Bir dənə salonda çək. Əvvəlkilər kimi deyil. Salonda maytavana bax hələ, maytavana bax. İştin altında çoxdur sizə də. Maytavana bax. İşti. Əgər arxada oxu görün bir dənə. Yaxşıdır qardaş, iştin altı. İşte bomba kimdir? Bax qadanam. Yox, biraz Elə prosto açan kimi göründü. Yox, musuna uşaqlar arağı çedirə. Lumkanı bəfranı üstü patret şey çatlayır, tapet çatlayır. Oturacaqları yaxşı. Qəşəng, əla. İstəyirsən qiymətin nədir arada? Qiymət 3000. 3000. Endirim eləyək. Endirim polmu. Nə qədər? İndi o real alandan Bax, izləyici var. bu dəqiqə oturur. izləyici bir dəqiqə gəlsin, oturaq bir stakan çay çək, qəşəng hacam var kətdə. Yox, elə oturub baxır. Bax, bu dəqiqə oturub baxır. İzləyici baxsın, qəşəng kəndimizdə, Qardəmiz kəndində qalıram. Hacam o da qəşəng çay verir, limonlu çay. Ot bazarının yanında. Bərdə ot bazarının yanı. Gəlsin ora oturaq. 2-6-ya da verərəm ona, 2-7-yə də verərəm. İndi baxır da onun söhbətimizin tutmağına. Amma əsr, yəni sünnəsi Yox, maşındır. deyir, oğlan oturubdu çay içir. Deyir 2-2-yə onu verər gedəm. Yox, həyatı bu. Deyirəm 89 şeydir, bunun içində söyüş söymür. Siqet çəkmir, musun uşaq? Olsun, olsun. Siqeti yandırıb başıma bir qapazı deyə tulla gedir, siqeti çəksə maşın içində. düz Suduman götdü maşın içini. Ziyanlı Bunu- şeylərdən istifadə eləmək olmaz. Bunu Putin Rusiyada özü üçün yığılmışdı. Sonra Güclə bəlabə ilə yığdı. əl aşağı düşdü, Təsəvvür elə ki, Çinin prezidentini onu caladım bir-birindən aldım ki, ona denən qadanan başına 4500 lira pulum var. Çinin prezidenti də öldü, o Koreyanınki idi. Hətta Koreyonun Çin Kung var, bax onu Ay, yığmışdım sonra lan. Koreyanın prezidenti. Bu zıbatımı özü qaytardı. Nə gözəl, nə gözəl. Motor 06, difedə səs yox, Karvkada 4. Əlaqə nömrəsində görəsən gələn var. Əlaqə nömrəmi dənə denən qaqa. 050 657 56 Ay, nə gözəl. 089 89 2013. Maşın amma Bərdədədir, eləmi? Bərdədə olub bazarı. Hə, uğurlar arzu eləyirəm qardaş. Bu maşını alan adama, iki dənə yonca piresi dalında. Ot bazarının yanında qalır maşın. Göndərirsən gedər. Hə, ver hündüşküyə, ver toyuğa yesin. Xeyirli uğurlu olsun, sağ ol qardaş. Qardaş xeyirli olsun. Sağ ol, var ol. Maşınımız Mercedes Y-Class. 4 göz deyirik yel arasında. Buyurun məlumat verin, bilək necə maşındır. 2000, 2 kişilər, bez problem, bez detal maşındır. Kraska, izbor kraskası kimi özünüz üçün. Nə vaxtdan sizinkidir maşın? 14-dən. 2014. 2014-dən maşın sizdədir. Əməli başı neçə? 12 il maşın. 12 ildir maşın sizdə. 600 mində sürmüsünüz maşınınızı. Bu taksilikdəmi, yoxsa harda? Yox, özüm üçün. Özünüz üçün elə. Taksiyə çox qədər. Az yanacaq yandırır ki, bu qədər sürülüb, ha? 5. 100-ə 5. Hə. Sürməyə baxır. Kondisioner olur mu bunlarda? Kondisioner işləyir. Yaxşı soydur. Yaxşı da sərinlik edir. Maşınımızın mühərriki deyirsiniz 2 dizel mühərrik. Sadə olurmu, yoxsa bunlarda da nəsə turbo olur? Turbo. Nə vaxt yığdırdınız mühərriki? Mühərrik yığdırmam. Eləcə almısınız Ailə vəziyyət. o formada. Sürən yoxdur da. Hələ sürən yoxdur, 600 min sürülüb. Priboru dəyişdim da, yığılma priborudur. Eləmi? Lakin azavaçıqoyu da yığılmaz da. Yağız atmaz, səs, mühərrikdə. Heç nə. Mühərrik yaxşı. Korobkası necə? Korpkada Avtomat? saat kimi, avtomat, hə. Gecikmə, vurma. Ömür boyu. Diferdə Bizdə səs yox. salamat. Diferdə də səs yox. Salamat. Altında zədə var, polunda. Heç nə, suyu, pası, heç nə yox. Nə gözəl. Maşınımızın peredokunda, öndə səs-küy yoxdur ki. Otursun, sürsün, baxsın Allah.
Olsun mənlikdir. Təkərlər necə? Yaxşıdır Təkərlər təkərlər. düzüdür. 15 min sürmüşəm araba. Təkərlər yaxşı. Dəyişiləni bilmək olur bu maşınlarda. Dəyişilən yox. Qapı, krel, Yox, kapot, heç nə dəyişmir. O kodlar hamısı eyni, 4 eyni qapıdakılar. kraskama vurulmuş Kraska orada. hə özümüz zbor kraska atmışıq. Kosmetik iş yoxdur elə bilirəm. Yox. Luka çıxdı, yəqin ki işləyir. Lük uçluyur, dalı qabağı saçın baxdırlar. Ön alın şüşəsində çıxdaqlar var. O Papes dəyişmir, o benzondur, o elə bekara bir şeydir. Yan aynalar yəqin ki təmizdir, hə? 100%. Düymə ilə mi qapırlar? Düymə ilə qalxır. Dördü də? Dördü də. Ha, nə gözəl. Maşınımızın içərisi Avtopilot zad da var. şiti təmiz. Yetəncildir qaqa. Ha, oturacaqlar parça salonun ləkəsi, cırığı, heç nə yox. Deyil. Maşınımız normal maşındır. Qiymətini də qardaş. 19 min. 19 minə deyirsiniz, endirim nə qədər? Olacaq. Baha demirsiniz ki, Yox, baha demirəm, nəyə baha deyirəm siz? 19. Gəlsin baxsın maşına. Nə qədər endirim eləyək? İndi olacaq da. TikTokdan gələnlərə xüsusi indirim olacaq. Ha, hansı rayona gəlsin, hara gəlsinlər? Ucar rayonunda. Əlaqə nömrəsini deyin. 051 935 37 57. Uğurlar qardaş. Sağ olun. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol, sağ ol. 07 maşını satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşın 2006, karbürator, 06 motor, 5 karovka. Motorunda karovkasında heç bir problemi yox. Diferində səs falan heç bir şey yox. Qırmızı rəng maşındır, kosmetika biraz ehtiyacı var. İçi dolu maşındır, punt sistemi. Nə vaxtdan sizinkidir? Bir 4 il 5 il olar. Aformut yəqin öz Hə, öz adınızda. adımıza formutdur. Maşınımızın mühərrikdə nədir dediniz? 06 motor. Necədir mühərrik vəziyyət? Saz vəziyyətdədir, heç bir yağ yeməsi, qəti bir söz yoxdur. Dəmir Nə zaman radiator yığdırmısınız? Elə alandan üstündədir. Yağ azaltma səsi də Yox, yox. heç bir şey yox. Nə yaxşı. Hə. Gün ərzində ən az da 140-150 km sürülür. Heç bir problemi yoxdur. Alandan da antifrizlə sürmüşük, dəmir radiatorlandı. Karovkası necədir? Karovka da həmən 5 karovkadır. Açılmamış karovkadır 06. Atma səsi yoxdur ki. Yox, yox, yox. Diferdə səs var. Diferidir, heç bir problem yoxdur. Alandan qoydurmuşam, hardasa onlar da 3 ildən çoxdur ki sürürəm, heç bir problem yoxdur diferdə. Altı necədir? Altında çürük falan yoxdur. Bir dənə krilon ətəklərində var çürük. Hə, o da çox deyim 1 watt çürüklü yox. Yəni Danqrat yerləri salamatdır. salamatdır, prost biraz dəydirmişəm, altını sürtmüşəm deyə. Danqratdan demək olar ki, istifadə eləməmişəm. Öndə necədir vəziyyət? Öndə də işlənmə olubdur, krilosu dəyişibdir, sağ krilosu. Yox, paradoks sistemindən söhbət. Paradoks sistemi normaldır, yəni Daş kəsəli yolda idealdır səsi yox. var. Yox, yox, heç bir şey, səs falan yoxdur. Təkərlər də fərqli deyil, hə? Fərqlidir, arxa zimni 2 dənə təkərdir. Təzə qoymuşam. Qabaqdakı normal 2-ci sezon 2 sürürəm yəni. Dəyişən də deyirsiniz ön krellərin hər ikisi dəyişilir. Sağ krilosu dəyişibdir, yox. Hər ikisi yox. Dam öz damıdır, zavodskoy damıdır. Arxada həm. Başqa dəyişilən bilmirsən? Başqa dəyişilən, yəni mən alandan sonra bir dənə krilosunu dəyişmişəm. Kosmetik işləri də var, bayaq dediyimiz Kosmetik kimi. işlərdə var, bəli. Aynalar necə? Təmizdir şüşələri? Bəli, bəli, təmiz şüşələrdir. Maqnitofon qoydurmuşam, içdən çıxan 150 manatdır, yəni belə bilən bilir. İşte təmiz. Salon da sərgəli. Oturacaqlar necə? Oturacaqlar yaxşıdır? Hə, təmiz. Sökük yoxdur ki. Yox, yox, yox. Sərgəli Normaldır. Qiymətini də deyin də. Qiymət 4800 deyirik, real alıcı olsa birləşmə olar. 4800. Bəli. 4300 təklifi gəlsə 4300 biraz 4400 yaxşı. 100 də üstə qoy. olar da yəqin yönləşmə olar da indi. Hara gəlsinlər? Bərdə rayonuna gəlsələr Əlaqə Görüşmək nömrəsini olar. xatırladın. 051 255 61 67. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol. Maşınımız Mercedes C-Class. Bəli. Buyurun məlumat verin. Bilək necə maşının maşını var. Deməli 1.8 motordur, 98 ilidir. Hə, vuruğu, udarı yoxdur. Maşın rənglənib, amma dəyişən heç bir detalı yoxdur. Maşında bütün funksiyalar işləkdir. Kondisioneri, lüku, avtopilot. Hə, maşının aparaturası var, 7150 maqnitofon, 4 kolonka üstündə orijinal, 2 dənə də kolonkana pay verirəm. Üstündə də təptəzə, heç maşının üstünə qoyulmuyor. İl Deməli, 98. İl 98, bəli. Sizdə nə vaxtdandır? Məndə deməli 1 il 1 aydır. Əlavə Sənədi etibarnamədir yoxsa? Bəli, bəli, etibarnamədir. İkinci etibarnamə Bəli, ikinci. Sənədlər necə? Necə? Sənədlər necə? Qaydasındadır, texniki baxışı, hər sığortası. şey, hər bir şey qaydasındadır. Təzə keçmişəm hər birindən.
Maşın motor korobkasının yağı ən bahalı yağlarla dəyişilib, özü təzə dəyişilib korobkanın da yağı. Belə heç bir bu gün bir maddə olsun Maşınımız da ki, xəstələ nə qədər vermir. sürülmüşdü? 500 Bəli, 513 min. 513 min probektlədir, orijinal probektlidir. Motoru yığdırmamısınız. Xeyr, yığdırmamışam. Və mən alandan, yəni məndə heç bir problemi yoxdur. Motor kodu dedik neçədir? Necə? Motor neçə motor idi? 1.8. 1.8 benzinli. Bəli, 1.8 sadə. Sadə olur da Bəli, bunlar? sadədir, sadədir. Yağ azaltmadır, səs Xeyr, heç bir problem yox. Nə problem olsa qiymətindən çıxılacaq. Korobkası avtomat korobka. Bəli, avtomat Gecikmə, korobkadır. vurma. Xeyr, heç bir problem yox. Diferdə səs yoxdur. Xeyr, heç bir səs yox. Altına baxmadınız, zədə varmı kolunda? Altında heç bir zədəsi də Çürük pas yoxdur. yoxdur. Xeyr. 4 dənə altına tətbiqi təkəri var. AMG diskləri var, 17-lik, qiyməti 1000 manatdan yuxarıda bilənlər bilir. Belə. Öndə vəziyyət necədir? Peridokda. Peridokda Səs-küy yoxdur. heç bir səs-küyü yox. Aha, təkərlər də görsənir, Bəli, bəli. yaxşıdır. Dəyişilən varmı? Xeyr, Qapı, kreyl, kapot. heç bir dəyişən detalı yoxdur. Maşın Amma kraska rəngləri vurulmuş bəli, halda. bəli. Solubdur, yəni cızıq olub, kraskalanıb məndən əvvəl. Mən belə almışam. Belə. Qara rəngdə maşınımızın Bəli, rəngi. bəli. Luk da açıqdır. Luk da açıqdır, yəqin Bəli, ki, bəli, işləyir, bəli, bəli, şəlukdur. işləyir. Aynaları necə? Təmizdirmi? Qırıq çat Bəli, yoxdur ki? xeyr, heç bir aynasında qırıq çatı yoxdur. Benson patpresli, qabaq patpresli, bahalı patpresli. Əlavə də ki, bütün şüşələri Yanlar yerində. düymə ilə mi qalxır Bəli, yoxsa? bəli. Dördü də? Dördü yox, qabaqlar. Hə, qabaqlar düymə iləndir. İşte təmiz, oturacaqlar parça salondur. Bəli, bəli. Yaxşıdır, çox cüzi bir sökülməsi var. Bilim də maşınınız yaxşı maşın. Kondisioner də yaxşı deyil. Bəli, bəli, süper işləyir. Aha, aparatura da deyirsiniz, bahalı Bəli, bəli, aparaturadır. bahalı aparaturadır. İdeal maşın istəyən, çeşka istəyən sizlə əlaqə saxlaya bilər. Bəli. Əlaqə nömrəsini deyin. 055 721 59 39. Qiymət neçədir? 11500 deyirəm, razılaşma da olacaq da yəqin. Son fikir 11-dirmi? 11200 son fikrim. Yəni real alıcı gəlsə yenə də razılaşma olar. Hansı rayona gəlsinlər? Şəki rayonunda yaşayıram. Rayonun özündə. Uğurlar arzu edirəm Çox qardaş. sağ Əlaqə nömrənizi də dediniz. Bəli, bəli. İnşallah istəyən olarsa sizinlə əlaqə saxlayıb gəlib baxar maşınınıza. İnşallah. Uğurlar bir daha. Çox Sağ olun. Sağ Sağ olun. ol. Qardaş xeyirli olsun. Sağ ol qardaş, Allah köməyin olsun. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır maşınımız? İli 2000-ci ildir. Bez detaldır. Maşında heç bir problem yoxdur. Kuza, motor əla vəziyyətdədir. Qiyməti 6200. Nə vaxtdan sizinkidir bu maşın? 1 ildir. Sənədi etibarnamədirmi yoxsa Öz adımadır. öz adınıza Bəli. format etdiniz? 1 il içərisində xərciniz nə oldu? Nə düzəltdirdiniz? Xada boyun yığdırmışam. Başqa bir Mühərrikinə baxdırmadınız? mühərriki əla vəziyyətdədir. 06-dır. Bəli, motor 06-dır. Yağ azaltması, Xeyr, səsi, heç nə yoxdur. korobkası necə? Korobkası 4-dür. Atma, səs. Xeyr, Diferdə səs yoxdur. diferdə yox. Hər şey əla vəziyyətdədir. Real alıcı ilə maşının yanında danışa bilərik. 6 necə? 6 zavodun vurduğu tarsovkadır. Yəni çürük pas olmuyor Xeyr. ümumiyyətcə. Nə gözəl. Danqrat yerləri salamatdır. Hamısı. Öndə vəziyyət necədir peredokda? Peredok yeni yığılıbdır. Şarab oyununu atmış, tiyəqasını atmış, hamısı əla vəziyyətdədir. Daş kəsəkli yolda səs eləmir ki. Xeyr, xeyr. Təkərlər təzədir, yaxşıdır. Təkərlər də təzədir. 3 aydır, 4 aydır qoyulub. Dəyişən dəyişisi yoxdur. Dəyişən bir dənə Qapı, kreyl, kapot. bir dənə kapotun bu hissəsinə dəmir düşmüşdü. Onu da özüm dəyişmişəm ki, şpaklovka olmasın. Kapotu bütöv dəyişmisiniz. Bəli. Kosmetik şey elə bilirəm yoxdur, Yox, yoxsa? yox, yox. Fakt göz qabağındadır. Şüşələr yaxşıdırmı? Şüşələr podyomnikdir. Önlər yəqin ki. Bəli, önlər podyomnikdir. Kilitlənməsi putlanlı. Şitin üstündə bircə yerində, iki Bircə yerində dənə zədə basısı var. orada hə? cüzi çatdaq var. Aha. Rol Oturacaqlar. sidinalar əla vəziyyətdədir, çuxurludur. Aha. Sükan da dəyişdirmisiniz eləmi? Sükandakı momor oldu, pedallar momodur. Aparatura yoxdur. Yox, yox, elə aparatur. Sadə vəziyyətdə. Sadə vəziyyətdədir. Maşınımızın qiyməti neçə dedik? 6200 deyirəm, real alıcı ilə danışarıq. 6000-dən aşağı düşməyəsiniz. 6000-dən aşağı yox. Son fikir 6-dır. İstəyən çox idi bu günlərim. Görürəm elə mən çəkilişə başlayanda da istədilər. Real alıcı gəlsə maşının yanında danışarıq. Yəni danışaraq da indi altdan biraz aşağı düşə biləcəkmi? 6-dan yəqin ki Biz təklifimiz eləyirik. bir 50 manat keçərəm. 50 manat, lap gözəl. Hara gəlsinlər? Ağcabəd rayonu. Əlaqə nömrəsini xatırladın. 051 601 25 15. Allah xeyir versin Çox qardaş. sağ olun, var olun. Siz də sağ olun. Sağ olun. Çox yağlıdır, sərin yağ eləm. Nə qəşəng ört.
Səbit yazma. Üstündəsin.